Zərər edirsiniz, qazanırsınız. Zərər edirsiniz, qazanırsınız. Nəticədə də yenə də balans əriyir, sıfırlanır və illər keçir, heç nə dəyişmir. İnanın mənə, bundan sonra 10 ildə keçsə heç nə dəyişməyəcək. Həmişə də zərərdə olacaqsınız. Bunu tam əminliklə sizə deyə bilərəm. Çünki gələn şərhlərdən, aldığım mesajlardan belə başa düşürəm ki, gələnlərin, yəni bu işlə məşğul olanların əksəriyyəti, yəni çox az məlumatlıdır. Sadəcə olaraq həvəsə düşüb, hardansa nəsə eşidib, inanıb, gəlib, yəni ticarət eləyir. Yəni adı ticarətdir. Əslində, yəni belə deyək, körtəbii əməliyyatlar açır və zərər eləyir. Yazanlar arasında bəziləri var ki, bir çoxları hətta var ki, başqa kursları da bitiriblər, amma onları bir-iki sual edəndən sonra belə nəticəyə gəlmişəm ki, o kurslarda öyrəndikləri şablon məlumatlardır. O məlumatlar ki, hansını ki, internetdən də tapıb öyrənmək olar. Yəni, o bilgilərlə qazanmaq mümkün deyil. Yəni, sadəcə olaraq üzdən olan bir məlumatlardır. Bu işi peşəkarlardan öyrənin. Bunu tam anlamadan, yəni bir kompleks şəklində bunu öyrənmədən, mən sizə bu işdən uzaq durmağı məsləhət görürəm. Çünki canınıza da heyfdir, yəni vaxtınıza da, pulunuza da. Çalışın, yəni heç kimə inanmayın, xəbərlərə inanmayın, indikatorlara inanmayın. Ancaq bu işi öyrənin, tam anlayandan sonra hər bir tərəfini, istər psixologiya tərəfi olsun, istər bazarın mexanika tərəfi olsun, mexanikası tərəfi olsun, büdcənin idarə olunması, texniki analiz və s. Bunları tam öyrənəndən sonra bu işdə uğur qazanmaq mümkündür.